Fevralın 5'ində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı bildirilir. Güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 2 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi isə 767 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da sabah qar yağacaq. Axşama doğru arabir güclənəcək. Temperatur 0-1 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, Azərbaycanın bir çox rayonlarında hava yağıntılı olacaq, qar yağacaq, ayrı-ayrı yerlərdə güclənəcək və daha intensiv olacaq. Səhər yağıntılarda fasilə yaranacaq. Gündüz əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlı ərazilərdə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olacaq.